Verilən məlumata görə, cəmi bir neçə aydan sonra avtobus dayanacaqlarında pulsuz internetdən istifadə edə biləcəyik. Məqsəd Avropa oyunları ərəfəsində Bakıya gələcək turistlərin rahatlığını təmin etməkdir. Daha deyə bilmərik, turistlər bununla rahat olacaqlar ya yox, əsas odur ki, oyunlar bitəndən sonra belə həmin Wi-Fi-lar söndürülməyəcək. Gələn ildən etibarən bütün avtobus dayanacaqlarında Wi-Fi şəbəkəsi quraşdırılacaq. Yəni, dayanacaqda dayanan hər bir sərnişin rahat şəkildə internetə çıxış əldə edəcək. Bu şəbəkə vətəndaşlara istənilən vaxt dayanacaqda sərbəst şəkildə pulsuz olaraq internetə qoşulma imkanı verəcək. Yeni quraşdırılacaq sistem Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Sistemin paytaxtdakı bütün dayanacaqlarda quraşdırılması nəzərdə tutulub. Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Yay Olimpiya oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni, turistlər internetə rahat şəkildə qoşulacaq, məlumatları asanlıqla əldə edib ötürə biləcəklər. Artıq dekabr ayı gəlir, yəni bu ay təbii ki, bu olmayacaq. Həm də ki, o vaxta yaxınlaşanda daha uğurlu sayılarda, birincisi dayanacaqların sayı həddindən artıq çoxdur. İkincisi də ki, bu yarışlar nəfəsində daha çox buna ehtiyac olan ərəfədə biz bunu quraşdıracağıq. Elə paytaxt sakinləri də bu yeniliyi sevinclə qarşıladılar. Çox əla, çox gözəl qarşılayırıq. Yəni, çox sevinərdik dayanacaqlarda Wi-Fi olsa. Biz özümüzdə istifadə edərdik. Çoxdan gözləyirik bunu. Wi-Fi-nin olması yaxşı bir şeydir ki, biz internetdən rahat istifadə edə bilərik. Yəqin ki, olsa süper olar. Ümumiyyətlə, internetin olması yaxşı şeydir, tüm böyle Wi-Fi güclü olacaqsa, yaxşı olacaqsa olsun. Nəyə pisdir ki? Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə bu sistem tətbiq olunub. Bizi isə 2015-ci ili gözləmək qalır.